Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. Bu münasibətlə Sumqayıt şəhərində tədbir keçirilib. Əvvəlcə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin və Azərenerjinin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tərgül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Qeyd edək ki, Energetiklər Günü təkcə bayram deyil, həm də bu sahədə çalışan insanların əməyinə verilən böyük qiymətdir. Son illər energetika sahəsində aparılan islahatlar, infrastrukturun yenilənməsi və bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyini daha da gücləndirib. Azərenerjinin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsində keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəbəkənin direktoru Xəndan Əhmədov çıxışında energetika sahəsində çalışan bütün əməkdaşları peşə bayram münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında vurğulayıb ki, Sumqayıt şəhəri Azərbaycanın sənaye və energetika mərkəzlərindən biridir. Burada fəaliyyət göstərən enerji müəssisələri regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. İcra Hakimiyyətinin ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev isə qeyd edib ki, Energetiklər Günü həm də gələcək nəsil üçün nümunəvi bir tarixdir. O bildirib ki, bu gün dövlətin enerji sektoruna göstərdiyi diqqət və qayğı sayəsində bu sahə sürətlə inkişaf edir və regionlarda dayanıqlı enerji təminatı yaradılır. Tədbirin sonunda energetika sahəsində fərqlənən əməkdaşlara Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə təsdiq olunmuş fəxri fərmanlar təqdim olunub. Energetiklər Günü münasibəti ilə iştirakçılar bir daha bu peşənin əhəmiyyətini və ölkənin inkişafındakı rolunu vurğulayıblar. Şəmsdən Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.